Salam əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün Azərbaycan dilindən qəbul tipli sualların izahını təqdim edirəm. İzaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, bu tip izahlar kanala yüklənildikdən sonra xəbərdar olmaq istəyirsinizsə, mütləq kanalımıza abunə olmağı, eyni zamanda bizə dəstək məqsədi ilə videolarımızı bəyənməyi və fikirlərinizi rəylər bölməsində qeyd etməyi unutmayın. İndi isə gəlin qəbul tipli sualların geniş şəkildə izahına baxaq. Birinci sual belədir. Hansı cümlədə fərqləndirilmiş sözdə iki müxtəlif nitq hissəsi işlənmişdir? Deməli, biz ilk növbədə fərqləndirilmiş sözü tapırıq və həmin sözün üzərində iki dənə müxtəlif nitq hissəsi olsun. Üzün şəfəqlənir, mən ah çəkincə, çünki od qızarır, rüzgarəsincə. Fərqləndirilmiş söz A variantındaəsincə sözüdür. C variantında doyunca sözüdür. D variantında görüncə sözüdür. E variantında verməyincə sözüdür. Biz də demişdik ki, feillərin üzərinə əgər ınca, incə şəkilsi gəliriksə, bunlar nə olacaq? Feili bağlama olacaq. Baxın, kök nədir? Kök feildir. Deməli, E variantı, D variantı, C variantı, eləcə də A variantında yalnız bir nitq hissəsi var, feil var. Yerdə qalır B variantı. Deyəcəksiniz ki, müəllim, burada da unca şəkilsi var da. Niyə bəs biz bunu götürmədik? Ona görə götürmədik ki, buradakı şəkilçini. Sözün kökü nədir? Boy ismidir. İsimlərin üzərinə artırılan uncaya oxşar hissə ki var, o nədir? Qoşma olacaq təbii ki. Nə qəşəngdir? Yol boyu ilə söyüdlər. Bax, boy sözün köküdür, isimdir. Üzərindəki cacə nədir? Təbii ki, qoşmadır. Deməli, burada bir isim var, bir də qoşma var. Yəni, iki dənə nitq hissəsi var B variantında. Bir daha deyirəm, bax, diqqətlə baxaq.Əsincə əs, doyunca doy, görüncə gör, verməyincə ver. Deməli, sözlərin kökü nə oldu? Feil oldu. Feillərin üzərində gördüklərimiz olacaq. Incalar, incələr feili bağlama şəkilsi. Burada yalnız bir nitq hissəsi var. Amma ismin üzərinə artırılıbsa, məsələn, deyirəm, nə qəşəngdir? Yol boyunca söyüdlər. Və yaxud da yol boyunca ağaclar əkilmişdir. Yol boyu ilə. Burada boy sözün köküdür, isimdir, cacə də oldu qoşma. Yəni, cavabımız olur B variantı. Baxırıq ikinci sualın izahına. Verilmiş sözlərin əmr şəklində olduğunu nəzərə alsaq, hansı fikir Euler-Venn diaqramında sual işarəsinin yerinə yazıla bilməz? Yəni, bizdən yazıla bilməyəni soruşur. Biz də feilin şəkillərdən danışarkən qeyd eləmişdik ki, əmr şəklinin, xəbər şəklinin xüsusi göstəricisi yoxdur. Əmr şəklini biz nəyə əsasən tapırıq? Şəxs sonluqlarına əsasən tapırıq. İndi gəlin bu sözləri kök və şəkilçiyə ayıraq. Baş, başla, başlat, başladın. Eləmi? Qara, qaral, qaralt, qaraldın. Çünki bizə deyir, əmr şəklində olsun. Əmr şəklinin də göstəriciləri nə oldu? Bax, bu şəxs sonluqları oldu. Feildən düzəlmişdir. Bəli, başla feilindən başlat feili, qaral feilindən qaralt feili. Doğrudur. A variantını çıxırıq. Kökü və başlanğıc forması fərqlidir. Bəli, kökü və başlanğıc forması deyəndə başladın sözünün kökü baş ismidir. Başlanğıc forması başlat feilidir. Qaraldın sözünün kökü qara sifətidir. Başlanğıc forması qaralt feilidir. Bəli, kökü və başlanğıc forması fərqlidir. Tərkibinə görə təhlili kök, iki leksik, bir qrammatik sxeminə uyğundur. Bəli, burada yazmışam. Bu da doğrudur. İkinci şəxsin cəmindədir. Siz başladın, siz qaraldın demək olur, doğrudur. İcbar növdədir. Xeyr, icbar növdə işi, hərəkəti sən özün icra etmirsən. Başqasına icra etdirirsən. Qaraldın və eyni zamanda başladın tipli sözlər
Bu zaman icbar növ hesab olunmayacaq. Düzdür, burada tığ şəkilsi bizi çaşdıra bilər, amma təbii ki, siz qaraldın, siz başladın. Biz burada icbar növü görmürük. Ona görə də cavabımız olur D variantı. Baxırıq, deməli, 3-cü sualın izahına. Hansı sözün tərkibinə görə təhlili bütün hallarda qorxutmaq sözünün tərkibinə görə təhlili eynidir? Bütün hallarda dediyinə görə, deməli, bu söz bircə cür təhlil olunmalıdır. Qorxutmaq sözündə sözün kökü qorx, qorxudan yaranır qorxut, maq isə qrammatik şəkilçidir. Sual verəcəksiniz ki, bəs müəllim, qorxudan qorxu, qorxudan da qorxut yarana bilməz? Xeyr, yarana bilməz. Biz demişdik ki, ıt üstü 4 və tığ şəkilsi yalnız feillərə artırılır. Qorxu isminin üzərinə biz tığ şəkilsi artıra bilmədiyimizə görə bu zaman sözün kökün qorx götürürük, ut şəkilsini isə parçalamırıq. Deməli, artıq bizə məlum oldu ki, qorxut sözü kök, leksik və qrammatik şəkilçidən ibarətdir. Biz elə bir söz tapmalıyıq ki, həmin sözün də təhlil forması bütün hallarda bir cür olmalıdır. Yəni, belə olmalıdır. İtirdi. İtirdi sözünün kökündəki ir şəkilsini, üzr istəyirəm, itirdi sözün üzərindəki ir şəkilsini bir dəfə leksik götürəcəyik, bir dəfə qrammatik götürəcəyik. Diqqətli olmaq lazımdır. İtirdi sözü bir dəfə indiki zamanda olacaq, bir dəfə keçmiş zamanda olacaq. Ona görə üzərindəki ir bir dəfə leksikdir, bir dəfə qrammatikdir. Gördünüzmü? Baxın, burada konkret bir təhlil forması olmadı. Aparar sözündə də ap deyə kökü olmadığına görə sözün kökü apardı, ar sənədi qrammatik şəkilçidir. Gördünüz, sxemimizə uymadı. Yaxalamaq sözü amonimdir. Əgər qabı yaxalamaq desə, bu zaman yaxalamaq qrammatik şəkilçidir. Amma kimisə yaxalamaq desə, boğazından tutub yaxalamaq. Yaxalamaq. Bax, bizə deyir, bütün hallarda. Bax, burada 2 dənə təhlil forması oldu. D-ni də götürə bilmərik. Uçurum. Mən nə isə uçurum desəm, bu zaman təhlil forması fərqli olacaq. Yəni, belə olacaq. Uç, uçur, uçurum. Mən nə isə uçurum. Uçmaq, uçurmaq, uçurum. Şəxs sonluq olacaq. Bir də deyirəm, uçurum. İsim kimi düşünsək, uç sözün kökü, uçur feili, sonra nə yarandı? Uçurum ismi yarandı. Yəni, bax, burada gördük ki, uçurum sözü 2 cür təhlil oluna bilər. Bunun təhlili bir dəfə kök qrammatik, bir dəfə isə 2 leksik sxeminə uyğundur. Bu da getdi. Yerdə qalır C variantı. Qabaqlaşmaq, qabaqlamaq deyə bilmirik. Çünki qabaqlamaqla qabaqlaşmağın məna bağlı olmadığına görə laş parçalanmır, maq isə qrammatikdir. Deməli, qorxut sözünün də təhlil sxemi belədir. Qabaqlaşmaq sözünün də təhlil sxemi bütün məqamlarda belədir. Cavab olur C variantı. Baxırıq növbəti sualın izahına. Uyğunluğu müəyyən edin. Lalə var qoşma kimi, lalə var bağlayıcı kimi, lalə var zərf düzəldən şəkilçi kimi. O heç kitabla, dəftərlə maraqlanmazdı. Sadalanan sözlərin üzərində verilən lalə olacaq qoşma funksiyasında. Birin qarşısına təbii ki, nə yazırıq? A variantını yazırıq. Dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı. Necə, nə tərzdə? Hərəkətin icra tərzini bildiribdir. Zərf yaradan leksik şəkilçidir. 3-ə B yazırıq. Səməd bu yollara həsrətlə baxardı. Necə, nə tərzdə baxardı? Həsrətlə baxardı. Yenə zərf düzəldən şəkilçi oldu. Nə yazdıq? Deməli, qarşısına baxaq bir dəqiqə, yenidən qurun, burada hardasa diqqətsizlik elədim. O heç kitabla, dəftərlə maraqlanmazdı. Birin qarşısına nə yazdıq? Qoşma kimi işlənmişdir. Birin qarşısına yazdıq A, 2, bir də 3 yazaq. Buradakı dəqiq quraq. Sonra, dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı. Burada heyrətlə zərf yaradan şəkilçidir. 3-ə də nə yazdıq? Təbii ki, B yazdıq. Səməd bu yollara həsrətlə baxardı. Necə, nə tərzdə baxardı? 3-ə yenidən C yazdıq. Eyvazla Gülşən Xampərinin yanına getdilər. Burada da cəmdə olduğuna görə xəbər Eyvaz və Gülşən də deyə bilirik.
Burada da olacaq bağlayıcı funksiyasında. Neynədik? 2-yə də D yazdıq. 1-ə A, 2-yə D, 3-ü isə nə olacaq? B və C olacaq. Cavabımız olur E variantı. Baxırıq sonuncu sualın izahına. Verilmiş cümlədə hansı köməkçi nitq hissəsi işlənməmişdir? Əlbəttə, modal söz. Şübhəsiz ki, modal söz. Heç bir komandir Şirzat kimi qoşma, cəsur və qoçaq və bağlayıcı. Qoçaq bir adamı, qoçaq adam birinci növ təyinli söz birləşməsidir. Birinci növ təyinli söz birləşməsinin arasında işlənən bir söz isə ədat funksiyasında olacaq. Burada nə yoxdur? Nida yoxdur. Bir daha qeyd edirəm ki, tam dəqiq yadınızda qalsın. Əlbəttə oldu modal söz, şübhəsiz oldu modal söz. Sonra heç bir komandir Şirzat kimi oldu qoşma və oldu bağlayıcı. Qoçaq bir adam bir oldu ədat. Ona görə ki, birinci növ təyinli söz birləşməsinin arasına yalnız bir ədatı daxil ola bilər. Təbii ki, bu cümlədə nida yoxdur. Cavabımız olur E variantı. Əziz müəllimlərimiz, ümidvaram ki, azacıq da olsa bu tip videolarımız sizlər üçün dəstək məqsədilə çəkilir və faydalı olur. Odur ki, bu tip izahların MİQ və sertifikasiyaya qədər Allahın izni ilə davam etməsini istəyirsinizsə, bizə təbii ki, dəstək olmağı unutmursunuz, kanalımıza abunə olursunuz, video izahlarımızı digər həmkarlarınızla paylaşırsınız, eyni zamanda olduğunuz sosial şəbəkələrdə, olduğunuz ödənişsiz qruplarda, eyni zamanda statuslarda paylaşırsınız və bu tip video izahlarımızın daha çox müəllimin qarşısına çıxmasına dəstək olursunuz. Hələlik bu qədər. İnşallah ki, növbəti izahlarda görüşənədək sağ olun.